Unudulmaz xatirələr. Heydər Əliyev adına Dövlət Mükafatı Komissiyasına, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunmuş yazıcı dramaturq Əleydər Beyləqaninin, şair musiqiçi Firudin Şahbuzlunun, Türk Dünyası poemasının, hərbiçi şair pedaqoq Səfiyyət Cavid qızının, Şəhidlik Zirvəsi şeirləri kitabının, şair pedaqoq Dilbər Şahbuzun, El atası Dədə Heydər şeirlər kitabının, yazıcı Elmira Leriklinin, Dağlar oğlunun şücaəti kitabının, hərbiçi şair Elxan Xəzərin Mübariz poemasının, unudulmaz əfsanəvi şairlərimiz Məmməd Arazın, Zəlimxan Yaqubun bir neçə şeirlərinin, yazıcı dramaturq Əleydər Beyləqaninin deyimli, sərbəst kəlamlarının motivləri əsasında Türk Dünyası Şəhidlik Zirvəsi, Lerikin qəhrəman valehi, El atası Dədə Heydər, Azərbaycanın qəhrəman mübarizi, ədəbi bədii kompozisiyaları. Kompozisiyalara yazıcı dramaturq Əleydər Beyləqaninin razılığı olmadan əlavə edən şəxslər qanunla tam məsuliyyət daşıyırlar. Ssenari müəllifi, kompozisiyanın direktoru, yazıcı dramaturq Zəminxarə Xeyriyyə İctimai Birliyi Direktorlar Şurasının sədri Əleydər Beyləqani. Türk Dünyası Şəhidlik Zirvəsi, Lerikin qəhrəman valehi, El atası Dədə Heydər, Azərbaycanın qəhrəman mübarizi, ədəbi bədii kompozisiyaları, Zəminxarə İctimai Birliyinin fəal üzvlərinin iştirakı ilə ictimai əsaslarla 1 mart 2008-ci il tarixindən 1 avqust 2011-ci il tarixə kimi Zəminxarə Kino, Reklam, Montaj, Kompozisiyalar Mərkəzində hazırlanmışdı. Azərbaycan Respublikası, Bakı şəhəri. 1 mart 2008-ci il tarixindən 1 avqust 2011-ci il tarixə kimi. Əlaqə telefonu 050 327 99 13.
Dönüb pərvanəyə, başına dolan. Vurğunu olmasa el vətən olmaz. Sahibsiz, yiyəsiz, kimsəsiz qalan dağ, dərə, bağ, bağça, çöl vətən olmaz. Göydə yox, torpaqda doğulmuşuq biz. Torpağın qədrini bilməmək niyə? Paxıllıq eləyir rəqiblərimiz bizə babalardan yurt qalıb deyə. Odur sərvətimiz, odur varımız. Kim ondan usanıb, doyub gedibdi. Qurban gedə-gedə əcdadlarımız bizə bu vətəni qoyub gedibdi. Gün olub uğrunda can verib mini, indi keşiyində biz durmalıyıq. Ulu babaların əmanətini gələn nəsillərə çatdırmalıyıq. Edib nifrətini iti qılınc, ox, hər oğul əskər tək dayanmalıdır. Bizim silahımız qanımızla yox, düşmənin qanıyla boyanmalıdır. Geniş sinəmizi qalxan eləyib, vətənin dadına çatmalıyıq biz. Qasırğa, tufan tək tuğyan eləyib, yadları süpürüb atmalıyıq biz. Silah tutmalıdır hər iki əlimiz. Hədəf olmalıdır haqsız, yaman, şər. Yoxsa övladımız, nəvələrimiz vətənsiz xalqların gününə düşər. Silaha çevirib qəzəbi, kini, hər kəs olmalıdır döyüşçü əskər. Bu vətən itirər vətənliyini, millət orduya dönməsə əgər. Özümde
Ən vacib mövzular da daha qalıb kölgədə. Mübarizdən danışır hamı bugün ölkədə. Ayağa qaldırıbdı eli, xalqı, milləti, onun qəhrəmanlığı, mərdliyi, rəşadəti. Zəfər bələdçisi tək dillərdə gəzirdi adı. Hər kəsi düşündürür onun qısa həyatı. Çoxu bənzədir onu ildırıma, şimşəyə, hərə bildiyi kimi təsvir eləyir onu. Əfsanəyə çevrilən Azərbaycan oğlunu. Onun şəkli asılıb hər evə, hər maşına. Yadlar da dönüb onun dostuna, tanışına. Mübarizlə fəxr edir, öyünür soydaşları. O qaldırıb qələbə yolundakı daşları. Silib ürəklərdəki şübhəni, həyəcanı. Yol göstərən mayaka, məşələ dönüb canı. Artırıb adamların sabaha inamını, qələbəyə, zəfərə, ruhlandırıb hamını. Bir qəzet yazısını oxuyub dönə-dönə, mübarizin şəklinə nəzər salıram yenə. Diqqətimi cəlb edir bu boy, bu baş, bu bəniz. Sanki bunlar nə vaxtsa gözlərimdə salıb iz. Xatirə kitabımın qarışıb vərəqləri. Nə qədər axtarıram, tapmıram o yeri. Yada sala bilmirəm, harda görmüşəm onu. Elimin bu yenilməz, vətənpərvər oğlunu. Keçmiş, döyüş dostlarım gözüm önündən keçir. Yaddaş bu itləri bir-bir arıyır, seçir. Yadıma igid, mətin, məğrur oğlanlar düşür. Yaralanan, sağ qalan, şəhid olanlar düşür. Yaralanan, sağ qalan, şəhid oğlanlar düşür. Onların arasında çox idi mübarizlər. Ona görə tanışdı mənə bu işıqlı üzlər. 1000 dəfə çəkilmişəm sınağa, imtahana. Kim gəlsə bir baxışla qiymət verərəm ona. Duruşundan, üzündən, baxışından, gözündən. Mübarizi kiməsə yaman oxşadıram mən. Mübarizi kiməsə yaman oxşadıram mən. Belə görkəm vəzirdə, fahində vardı sanki. Elpərəstdə, rəsulda, şahində vardı sanki. Bir deyil, iki deyil belə gözü olanlar. Yurdumun neçə-neçə mərdi, qəhrəmanı var. Kiməsə oxşadıram, yəqin ki mübarizi. Tale görüşdürməyib axı, deyəsən bizi. Yaxşı ki, köməyimə çatır Rüstəm Dəmirov. Deyir, sən başındakı fikri, düşüncəni qov. Doğrudan da bu mərdin sənə tanışdı üzü. Bizim hərbi hissədə görmüsən mübarizi. Biraz xəyala dalsan, bilərsən, nə vaxt, harda. Axı o xidmət edib daxili qoşunlarda. Xüsusi təyinatlı dəstədə əskər idi. Hər əmrin icrasına hazır olan ər idi. Əməliyyat zamanı bir aslana dönərdi. Bütün komandirləri onunla öyünərdi. Başqa əskərləri ilə səmimi dolanardı. Bir haqsızlıq etsə alışardı, yanardı. Çağırardı hamını dostluğa, qardaşlığa, deyərdi. Siz salmayın atınızı daşlığa. Bir vətənin oğluyuq. Hamı doğma, əzizdir. Hər adam babalardan bir yadigar, bir izdir. Dedikodu şeytanın bizə atdığı oxdur. Onsuz da bu millətin dərdi səri çoxdur. Bir nöqtəyə yönlənərək nəzər, diqqətimizi işğal altında olan ellər gözləyir bizi. Qəhrəman tək doğulmur dünyada heç bir insan. Bunun üçün yetişib həyatdan dərs almalısan. Mübariz soraq aldı keçmiş döyüşçülərdən. Ürəyindən gizlənən iyilikdən, hünərdən dedi, öz qüdrətimi üzə çıxarmalıyam.
Bu vicdansız yağıdan mən qisas almalıyam. Çıxdıqları yerədək qovmalıyam onları. Qalsalar qan gölündə doğmalıyam onları. Sonra Rüstəm Dəmirov məsləhət gördü mənə. Keçmiş komandirlərlə bir gedib görüşsənə. Onlar xidmət yerində çox görüb mübarizi. Yəqin ki, hər birinin deməyə olar sözü. Bu igid komandiri qəlbən haqlı sayıram. Dediyi adamlarla əlaqə saxlayıram. Mübarizin adını uca tutmuşam deyə hamısı razı olur mənimlə görüşməyə. Ey xoş olmaz ki bilmez gemi alem neymiş. Ne çeker alem için gem, ne çeker alem için gem, ne bilir gem neymiş. Bir peri seslesin, bir peri seslesin, eşkine düştüm nagey. İmdi bildim sebebi xilqəti alem neymiş. Sinemden atıp kalmışı dip peykâlı. Ah bildim sebebi, ah demavdem neymiş. Ey Füzuli, ey Füzuli, meziz havgıyı sabha bildim. Tövbe kıl, tövbe kıl, ta bilesen zergure yâhem neymiş. Yâr, ey Habibim yâr. Bayaqdan oturaraq 3 nəfərlə üz-üzə söhbəti həsr etmişik, qəhrəman mübarizə. Hamımızın gözündə həm sevinç var, həm kədər. Biz çətinlik çəkirik danışmağa bir qədər. Canımızın yaxşı olsa da gözümüzə bir təhər toparlanıb gəlirik özümüzə. Dinir Zaur Məcidov, dinir Firuz Nəbiyev. Bir alınmaz qalaya dönübdü indi hər ev. Mübarizdən güc alıb hamı mübarizləşib. Erməni görmədiyi mənzərə ilə üzləşib. Anlayır ki, hər əskər mübariz olsa əgər, sınar dişi, çanağı, başı bəlalar çəkər. İndi dünyada bizi düşməndən güclü sayır. Artıq yeni mərhələ, yeni dövr başlayır. Çox igid oğlan idi, deyir Cəfərov Eldar.
tükənmək bilməyirdi qəlbindəki arzular. Elə nəsə axtarır, elə nəsə gəzirdi. Düşmənin oyunları ürəyini əzirdi. Narahat görünürdü, rahat duranda belə. Bir məlhəm axtarırdı, dərdli, yaralı elə. Düz il yarım olubdu gözümüzün önündə. Hərbi xidmətimizin adi çətin günündə bizlərdən öyrəniblər silah tutub atmağı, ayaq üstü dincəlib gözü açıq yatmağı, deyə Zaur Məcidov yenə başlayır sözə. Qardaş kimi baxmışıq həmişə mübarizə. Səxavətlə vermişik ona bildiyimizi. Harda olsa şərəflə təmsil eləyib bizi. Yaxşı yol yoldaşlığı, möhkəm dostluğu vardı. Xidmətdən sonra belə əlaqə saxlayardı. Ürəkdən bağlı idi daxili qoşunlara. Böyük qiymət verirdi burada ötən anlara. Deyirdi, hərbi işinə məni siz bağlamısınız. Ömür boyu yadımdan çıxmaz sizin adınız. İndi onu düşünmək olubdu mənim peşəm. Ən əziz adamımı elə bil itirmişəm. Təsəllimiz budur ki, itməyib zəhmətimiz. Sanırıq ki, onunla döyüşdə olmuşuq biz. Daxili qoşunlara düşsə də hərdən yolum, heyif, qismət olmayıb onlarla tanış olum. Deyərək, qəmli-qəmli mən baxıram Zaura. O dinir, sağ əlini çiynimə vura-vura. Boynunuza alın ki, çoxaldıqca yaşınız, hafizəniz azalır, pozulur yaddaşınız. Mübarizlə görüşmək nəsib olubdu sizə. Gəlmişdiniz bir dəfə mübariz dəstəmizə. Hamı sizi tanıyır, şirin söhbət, xoş üzdən. Belə görüş çıxarmı bizim xatirimizdən? Mübariz neçə-neçə suallar verdi sizə. Sanırdıq ki, sözləri toxunub qəlbinizə. Dəstəmizdə indi elə bu görüşdən deyirlər. Dildə gəzib dolanır sizin odlu şeirlər. Səngər nəğmələriniz hamınıza tanışdı. Ancaq hələ mübariz onu oxumamışdı. Sonra hərəkətindən yamanca peşman idi. Sizi üzdüyü üçün qəlbi, könlü qan idi. Deyirdi, bilməmişəm o olub döyüşlərdə. Neçə yol yaralanıb, dözüb ağrıya, dərdə. Deyirdi, döyüşçünün qəlbinə dəymək olmaz. Ya da əyilməyəni heç zaman əymək olmaz. Deyə Firuz Nəbiyev keçmişi yada salır. Eldar da ona baxıb dərin xəyala dalır. Onların söhbətindən sirkələnir yaddaşım, xəyallardan qurtulub sanki ayrılır başım. Mübarizin surəti göz önümdə canlanır. Gözümdəki yaş belə köz tək alışıb, yanır. İndi gedəməsəm də bu igidin yanına, xəyalan qayıdıram həmin görüş anına. Dayanırıq üz-üzə, dayanırıq göz-gözə. Gözəl sözlər söylədin vətən, el barəsində. Hamı hiss elədi ki, bir yanğı var səsində. Fəqət bu yaraları sözlə sağaltmaq olmaz. Hərdən bir çıxış edib, dincəlib yatmaq olmaz. Gəlin əl-ələ verib, biz atılaq savaşa. İşimizi hünərlə, şərəflə vuraq başa. Hər bir işin qaydası, zamanı, məqamı var. Bir gün sənin də arzun dönüb həqiqət olar. Səbrimizlə, sanma ki, düşmənə baş əyirik. Ali baş komandanın əmrini gözləyirik. Yurdu qorumaq üçün göstəriş mi gərəkdir? Bizə bu əmri verən yanar qəlbdir, ürəkdir. Belə işdə tələsmək xeyir gətirməz bizə. Gərək diqqət eləyək indi hər sözümüzə. Mənim bu sözlərimlə razılaşmır mübariz. Əvvəlki davaları gərək unutmayaq biz. Partizana dönərdi evini itirən hər kəs. Düşməni rahat qoymaq bil ki, xeyir gətirməz. Elə hamı söylüyür, lazım gəlsə edərik. Əgər əmr verilsə, Xan kəndinə gedərik. Tutulub neçə şəhər, dağılıb min ocaq, bəs düşmənlə vuruşmaq nə vaxt lazım olacaq? Yağların əlində yanırsa ellərimiz, niyə odlu silahı almasın əllərimiz? Axı əl verilməyib təkcə pul,
yemək tuta. Gərəksiz işlər görüb hər gün günaha bata. Göstərişmi gərəkdi yurdu azad etməyə? Bəs onda bu baş, ürək nəyə lazımdı, nəyə? Müxtəlif bəhanələr gəzmək özümüzə. Vətən döyüş əmrini çoxdan veribdi bizə. Ya atılaq meydana, başa çatsın işimiz, ya da açıq söyləyək, yoxdur cəsarətimiz. Hər bir kəsə bəllidir elin gücü, hünəri, mütləq alınacaqdı bu torpaqlar geri. Atəşkəs razılığı hələ ki qüvvədədir. Hamı yaxşı bilir ki, gərgin söhbətlər gedir. Biz hörmət etməliyik beynəlxalq qanunlara. Bəs niyə qanunlar təsir etmir onlara? Edəcək, etməlidir. Pozulmaz bir qayda var. Gələnlər getməlidir. Pozulmaz bir qayda var. Gələnlər getməlidir. Komandir bu söhbəti qoymadı uzanmağa. Qalx, deyib əskərləri tez qaldırdı ayağa. Beləcə başa çatdı bu söz, söhbət, danışıq, çox gizli fikirlərə sala bilmədi işıq. Ancaq yadımda qaldı bu əskərin sözləri. Düşmənə nifrətindən qəzab saçan gözləri. Üzdə danışmasam da ürəyimdə şad oldum. O gün mən çox fikirdən, şübhədən azad oldum. Gördüm, etibarlıdır bizim varislərimiz. Qaydasına düşəcək sabah çox işlərimiz. Nə qədər ki olacaq elimin belə mərdi, atacaq üzərindən millət ağrını, dərdi. Sən demə bu əskərin adı mübariz imiş. Elə əməlləri də sözü kimi düz imiş. Bayrağımı sevirəm, sevirəm mən vətəni, torpağımı sevirəm. Başım üstə üç rəngli bayrağımı sevirəm. Xalqımın oğlanları qovacaq düşmanları, xalqımın oğlanları qovacaq düşmanları. Namərdə qalıb duracaq xalqımın oğlanları, namərdə qalıb duracaq xalqımın oğlanları. Torpağa xor baxanın gözü qanla dolmalı, vətən qeyrətli oğul mübariz tək olmalı. Torpağa xor baxanın gözü qanla dolmalı, vətən qeyrətli oğul mübariz tək olmalı. Xalqımın oğlanları, elin namusları, xalqımın oğlanları, elin namusları. Düşmana qalıb duracaq xalqımın oğlanları, bayrağımız yüksəldər xalqımın oğlanları. Ey vətən oğulları, çağırıram mən sizi, birləşək azad olsun tezliklə cıdır düzü. Ey vətən oğulları, çağırıram mən sizi, birləşək azad olsun tezliklə cıdır düzü.
Sözlüyəm verərəm mən vətən yolunda canım. Halaldı bu torpaqda tökülsə mənim qanım. Xalqımın övladları qovacaq düşmanları. Xalqımın övladları elin namusu yarı. Bayrağımı yüksəldə xalqımın övladları. Qeyrətlidir, igiddir xalqımın övladları. Namərdə qalıb duracaq xalqımın övladları. Düşmana qalıb duracaq xalqımın övladları. Namərdə qalıb duracaq xalqımın övladları. Qeyrətlidir, igiddir xalqımın övladları. Bayrağımı yüksəldə xalqımın övladları. Namərdə qalıb duracaq xalqımın övladları. Qeyrətlidir, igiddir xalqımın övladları. Bayrağımı yüksəldə xalqımın övladları. Ah, nə yaman uzandı bu atəşkəs, danışıq. Uzun yolun sonunda hələ görünmür işıq. Düşmənin əlindədir vətənin bir parçası. Rahatlıq tapmır ürək. Atıb kədəri, yası, neçə məcburi köçkün yurduna həsrət qalıb. Qaçqın düşən gənclərin çoxu vaxtsız qocalıb. Ölən də son nəfəsdə Qarabağ deyib köçüb. Üz tutmaq üçün o yeri özünə qiblə seçib. Vaqon, fin evlərində 20 il qalan var. Bu yerlərdə böyüyən, burada toyu olan var. Burada doğulan oğlan 19 yaşındadır. Vətənə xidmət edir, orduda qoşundadır. Burada doğulan qızın indi öz övladı var. Onun da ürəyində Qarabağ fəryadı var. Bitmir, tükənmir bu millətin əzabı. Valla başqa millətin buna olmazdı tabı. Onun tək od içində dayanan qalan hanı? Qan görsə də meylini düzlüyə salan hanı? Bu dözümdə, səbirdə millət varmı dünyada? Dərd içində yaşayıb sevinç diləsin yada. Bəs nədəndir? Yanan da, yaman da biz oluruq. Qanımızın içində köməksiz boğuluruq. Niyə haqq səsimizi eşitmir bütün bəşər? Niyə xeyir təklənib, dost-tanış qazanıb şər? Beynəlxalq təşkilatlar niyə bir iş görməyir? Haqsızlıq edənlərin cavabını verməyir. Aydın aşkar bir işi dolaşığa salırlar. Aləmi qarışdırıb vaxtımızı alırlar. Etinasız yanaşıb bu millətə, bu elə, işğalçıya dəyməyib bizi tuturlar dilə. Hey söhbətlər açırlar qarşılıqlı güzəşdən. Sanırlar ki başımız çıxmıyır siyasətdən. Güya ki biz bilmirik torpaqdan pay verməzlər. Verilən geri dönməz. Ölən bir də dirilməz. Bir zaman verdiyimiz Göyçəni, İrəvanı, haqq ədalət naminə bizə qaytaran hanı? Dərbəndi, Zəngəzuru, Borçalını alan kəs buna verdimi əvəz? Bir də güzəşdə getsək bu azğın yağılara, köçəri xalqlar kimi düşəcəyik yollara. Babaların məzarı alışacaq, yanacaq, torpağın özü belə bizi düşmən sanacaq. Atacaq hamımızı qucağından kənara, deyəcək, get özünə vətən, torpaq, yurd ara. Sən ki mərd babaların varisi olmadın, adların arasında itib batacaq adın. Vətənsiz millətlərdən birinə dönəcəksən, öz içində alışıb, içində sönəcəksən. Bir vaxt hörmət edənlər onda səndən qaçacaq, yalnız Əzrail sənə qollarını açacaq. Geriyə çəkilməyə yer qalmayıbdı daha. Çıxmaq üçün işıqlı, nurlu, aydın sabaha, silaha sarılaraq, atılaraq döyüşlərə, gözümüzü göstərib, qalib gələcək bizlərə. Bəşər görsün ki, dünya eşitsin bizi.
Vətənə göz dikəni biz vətənsiz qoyarıq. Neçə gündür beləcə düşünürdü mübariz. Vətən dərdi salmışdı onun ürəyinə iz. Nə birazca dincəlir, nə rahatlıq tapırdı. Mahir heykəltaraş tək bir igid heykəlini yoğururdu, yapırdı. Xəyalından keçirdi orta məktəb illəri, dostları, yoldaşları, əziz müəllimləri. İlk hərfi, ilk kəlməni ilk dəfə yazdığı an bənzəmək istədiyi ən birinci qəhrəman bir dəfə soruşmuşdu. Müəllim, şəhid nədir? Şəhidlik sənətinə sahib olan nə edir? Müəllim nəzər salıb onun odlu gözünə, fikirli dalğın halda başlamışdı sözünə. Şəhid, vətən naminə öz canından keçəndir. Özünü yox, milləti, yurdu, eli seçəndir. Gərək sən də od olub alışasan, yanasan. Şəhidlik sənət deyil, oxuyub qazanasan. Sanmayın ki, bu işi hər adam edə bilər. Şəhidlik zirvəsinə yiğidlər gedə bilər. Çoxları can verib ki, biz müstəqil yaşayaq. Arzu istəklərini qəlbimizdə daşıyaq. Neçə il bundan əvvəl Qarabağ savaşında Malik Piriyev özü gedib cavan yaşında. Bir zamanlar ona da burada dərs demişik biz. İndi onun adını daşıyır məktəbimiz. Vətən, millət, xalq üçün canını verib deyə Malik ölümdən keçib, qovuşub ölməzliyə. Əgər bu belədirsə, mən şəhid olacağam. Xalqımın qisasını düşməndən alacağam. Müəllim istənmişdi. Onun sözlərindən icazə verilməmiş, gəl danışma yerindən. Onsuz da çox olubdu vətənin qurbanları. Ürək od tutub yanır, düşünəndə onları. Arzum budur, hamınız qəhrəman olasınız. Düşmənləri öldürüb, özünüz qalasınız. Hərdən yada salaraq Babəki, xətayini, oyadırdı qəlbində düşmənə olan kini. Nifrətindən od alıb alışırdı, yanırdı. Hər dəqiqə özünü döyüşlərdə sanırdı. Tez-tez xatırlayırdı daxili qoşunları. Burada başlamışdı onun xidmət yolları. Eşitmişdi buradakı keçmiş döyüşçülərdən, bir zaman göstərilmiş igidlikdən, hünərdən, şəkil önündə durub milli qəhrəmanların, ruhlarının səsini dinləmişdi onların. Od almışdı Ənvərin hərarətli səsindən, səxavətin, İqorun, mətləbin nəfəsindən. Sahilin baxışları sancılmışdı gözünə. Ruslan, Rövşən demişdi neçə dəfə özünə. Xəyalən dinlənərək Fəxrəddini, Elşadı yığmışdı ürəyinə közü, atəşi, odu. Bir ocaq axtarırdı od vurub alışdıra. Bu azğın düşmənləri oda atıb yandıra. Neçə yağı köksünü özünə hədəf seçə. Bizə kəc baxanlara yiğidlik dərsi keçə. Xeyli vaxtı mübariz dirsəylənib torpağa, baxırdı qarşıdakı çölə, təpəyə, dağa, sığınaraq səngərə hərəkətsiz dayanıb, əli qolu torpağın boz rənginə boyanıb, ağrı dolu könlündən yenə alqanlar axır. Öz doğma ellərinə durub həsrətlə baxır. Qarı düşmən od vurub 3 gündür hər tərəfə, ağac qalmayıb, indi kollar dönüb hədəfə. Yanır çöllər, zəmilər, yamyaşıl otlar yanır. Yanan yerin tüstüsü səngər tək uzanır. Bu tüstü əskərlərin gözlərini yandırır. Sanki nəsə anladır, sanki nəsə qandırır. Bəlkə belə edir ki, ayrılaq xəyallardan, hücum çəkib qurtaraq onu bu yağılardan. Torpaq da yorulubdu, tapdanmaqdan, yanmaqdan. Nicat deyir bizlərə, kömək istəyir haqdan. Daha saxlaya bilmir köksü üstündə yadları, istəyir qucağına qayıtsın övladları, istəyir ki, əkilsin zəmisi, tarıları, alışıb daşsın sərvəti, artıb çoxalsın varı. Yaransın sinəsində yaşıl bağlar, bağçalar, qaydanda qayıtsın yenə əvvəlki çağlar.
bürüsün hər tərəfi, elin toyu, düyünü, görkəmi ilə bəzəsin anamız yer üzünü. Elin dərdi yamanca yandırır mübarizi. Çəkdiyi əziyyətdən solur üzü, bənizi. Dərddən böyüyən ürək sığmıyır sinəsinə. Dözə bilmir yurdunun qəmli mənzərəsinə. Səngəri tərk eləyib vuruşmaq istəyir o. Bu düşmənin payını verməliyəm, deyir o. Elə bu vaxt komandir yanaşıb mübarizə, nəfəsini dərərək dinir, başlayır sözə. Bugün qonşu bölgədə bir əskər də vuruldu. Onun da ömür yolu yad əli ilə qırıldı. Ali təhsil almışdı. İl yarım bundan əvvəl işləməyə qoymadı vaxtsız, vədəsiz əcəl. Yazıq görə bilmədi zəhmətin bəhrəsini. Kimsə eşitməyəcək bir də onun səsini. 2 həftə qalırdı xidmətinin sonuna, evlərinə qayıtmaq qismət olmadı ona. 3 gündə bundan qabaq biri almışdı yara. Ürək tablaşa bilmir daha bu ağrılara. Mübariz qəmli-qəmli dinləyib komandiri, göstərir irəlidə od tutub yanan yeri. Bu yurdun bir hissəsi yandırılır nə vaxtı. Sakitcə buna baxmaq bağışlanmaz günahdır. Biz mütləq verməliyik namərdin payını. Qoy əclaflar itirsin sırasını, sayını. Belə təmas zolağı, belə atəşkəs olmaz. Heç bir düşmən bu qədər vicdansız, nakəs olmaz. Erməni işindədir, bizi atəşi kəsən. Günlərlə eşidilir güllə səsləri bəzən. Dünən döyüşlərə süd gətirən bir kişi dedi atışma qoymur həyətdə görə işi. Hər gün hədəfə dönür, oğul, uşaq, ev, eşik. Binaların damları olubdu deşik-deşik. Qaranlıq düşən kimi sönür işıq, od, ocaq. Nə vaxta tək erməni burada at oynadacaq. Vallah baxa bilmirəm adamların üzünə. Gərək hər kəs həyatda qiymət qoya özünə. Günlərin bir günündə götürüb silahımı, tulluyub bir tərəfə kədərimi, ahımı onlara keçəcəyəm. Əsl döyüş dərsini qarı düşmən görəcək mübarizin hirsini. Özümə atsam belə yanar oda, tonqala. Bu azğın yağı üçün dönməyəcəm manqala. Komandir sağ əlini qoyur onun çiyninə, biraz hövsələn olsun. Sən coşub daşma yenə. Görək nə zaman çatır sonu danışıqların. Bəhanə verməyək biz əllərinə onların. Mübariz komandirə baxaraq sərt baxışla dalğın halda söylüyür, sən gəl məni bağışla. Ancaq mən inanmıram sözlə bu iş düzələ. Erməni sahib deyil açıq qəlbə, düz ələ. Hələ başa çatmayıb söhbətlər, danışıqlar, yanmasa da yol boyu sıralanıb işıqlar. İstərdim heç bir tərəf əl atmaya savaşa. Qarabağ məsələsi sülh ilə çatsın başa. Ömrü vaxtsız bitməsin gənclərin, cavanların. Yaşayıb yaratmağa haqqı vardı onların. Mən gözləyə bilmirəm, kim istəyir gözləsin. Sakit durub düşmənin oyununu izləsin. Bir silahlı əskərəm, tamaşaçı deyiləm. Güllədən qaçmaq üçün gündə 100 yol əyiləm. Xalqı bu halda qoyub düşünürəm özümü. Bir gün odlu silahla deyəcəyəm sözümü. Gərək hər kəsin vəzifəsi, hər işin öz vaxtı var. Ordunun qərərgahı, ölkənin paytaxtı var. Hərbi xidmətdə olan yerini bilməlidir. Əmirlər, göstərişlər mərkəzdən gəlməlidir. Rəhbərlik yaxşı bilir hər işin zamanını. Vaxtından əvvəl coşub, gəl qaraltma qanını. Cəngavərlik dövranı daha qalıb arxada. Belə niyyətə düşüb, özünü salma oda. Vətən dərdi yandırır indi hər vətəndaşı. Həsrətlə gözləyirik həll edici savaşı. Tapşırıq alan kimi əzərik yağları. Muncuq kimi bir sapa düzərik yağları. Böyük havadarının boynundan asarıq biz. Biraz rahatlıq tapar, dincələr ürəyimiz. Hələlik farağat dur. Sığın səbrə, təmkinə, hamımız görürük ki, az qalıbdı o günə.
Mübarizin gözünə yuxu getmirdi daha. Yuxusuz, düşüncəli çıxırdı hər sabaha. Hamıdan gec uzanıb, hamıdan tez dururdu. Görəcəyi işlərin planını qururdu. Müşahidə aparıb xəyallara dalırdı. Bütün incəlikləri o nəzərə alırdı. Bilirdi ki, bu yolda şəhid də ola bilər. Döyüş, dava yerində vurulub qala bilər. Daim yada salırdı dostunu, qardaşını. Ürək dərdli olsa da dik tuturdu başını. Yansa da atasının, anasının halına deyirdi öz işimi gərək çatdırım sona. Heç kəs əbədi deyil, onsuz da bu dünyada barı bir iş görər ki, adımız düşsün yada. Hazır olsunlar deyə onlar çətin anlara, belə qərara gəldi məktub yazsın onlara. Qələm götürən zaman doldusa da gözləri, axtarıb tapa bildi lazım olan sözləri. Məktubda göstərdi ki, dözmür bu vəziyyətə. Elin ağrısı onu çox salır əziyyətə. Ürəyini otduyur düşmənin əməlləri. Bir iş görmək istəyir silah tutan əlləri. Bu arzunu, istəyi Tanrı salıb qəlbinə. Xidmət etmək istəyir xalqına, vətəninə. Vuruşmaqdan savayı qalmayıb özgə yolu. Çünki qəlbi düşmənə sonsuz nifrətlə dolu. Qurban getsə bu yolda göz yaşları axmasın. Şəhid olana heç kəs ölü kimi baxmasın. Bu Allahın hökmüdür. Şəhid cənnətə düşər. Kim ora gələ bilsə mübarizlə görüşər. Məktubunu bitirib rahatlandı bir qədər. Şükür ilahiyə. Vaxtım getmədi hədər. Kağıza deyə bildim ürəyimdən keçəni. Ata-ana qardaşlar yəqin bağışlar məni. Yəqin bağışlar məni. Müşteri hamı senden ötürü be
çoğal ki dine dilim verip gelene bir canını sağ eder. Nece müşteriydi bu bineba ki hemişe heyli ziyan ediyor deldelede. Dağdım ey dağdım ben dağdım. 23 bahar gördü. 22 payız qış. Ancaq elə yaşadı, payına düşdü alqış. Doğma Azərbaycana əsl vətəndaş oldu. Yaşlılara bir övlad, gənclərə qardaş oldu. Bunu duydu atası, bunu gördü anası. El yasına dönəndə şəhid oğlunun yası izdiham meydanına çevrildi belə suvar. İgid çoxdur dünyada, de, harda beləsi var. Təsəlli verənlərin özü təsəlli aldı. Ata Ağakərimin məğrur səsi ucaldı. Biz oğul böyüdürük vətən üçün, el üçün. Ağlayıb sızlamağa haqqımız yoxdur bugün. El yolunda canından keçibdi mənim oğlum. Ölməyib, ürəklərə köçübdü mənim oğlum. Nəyimiz var? Hamısı bu torpağın malıdır. Oğullar gedə bilər. Vətən yaşamalıdır. Vətən yaşamalıdır. Həsrətdən, ayrılıqdan ürəyi yana-yana. Gələnlərə üz tutub dedi Şamama ana. Mən əməl etməliyəm onun son istəyinə. Deyib ki, şəhid olsam, ağlamayın siz mənə. Bir də niyə ağlayım? Göz yaşı töküm niyə? Oğlum qurban gedibdi, vətən, torpaq, el deyə. Onunla fəxr edirəm. Ona halaldır südüm. Demək, boşa getməyib nəsiyyətim, öyüdüm. Onların bu dözümü çaşdırırdı çox adamı. Belə ata-anaya əhsən söylədi hamı. Çoxları bu ailədən qüvvət aldı, güc aldı. Beli bükük gələnlər dikələrək ucaldı. Qeyrəti bol olanlar qürrələndi bu hala. Bildilər ki, mübariz burada yetib kəmala. Onu belə coşduran atasının təbiidir. Bu ev adi ev deyil, kişilik məktəbi idi. Şükür elədilər ki, var belə evlərimiz, neçə-neçə qeyrətli oğul böyüdürük biz. Ramil Macaristandan, zindandan zəng elədi. Tanrıdan mübarizə 100 yol rəhmət dilədi. Təsəlli verə-verə dedi Ağakərimə. Sanıram ki, mübariz gedib mənim yerimə. Vətəndə olsaydım, özüm edərdim bunu. Sinəmlə qoruyardım yurdumun gənc oğlunu. Heyif ki, uzaqdayam, əlim yetmir sizə. Qürbətdə baş əyirəm dəmir iradənizə. Şəhidlik ölüm deyil, əbədi bir həyatdır. Azərbaycan övladı qorxu hissinə yatdı. Ölkənin hər yerindən adamlar axdı bura. Saf, müqəddəs yer kimi gələnlər baxdı bura. Mübarizgilin evi döndü bir qibləgaha. Çoxları bu zirvədən nəzər saldı sabaha. İnam, qüvvə, güc gəldi insanların canına. Heyrətləri çevrildi izdiham meydanına. Cəm elədi başına əsl vətəndaşları. Vətənin sapandına daşa dönən başları. Çoxları qovdu o gün qəlbindəki şeytanı. Əliabad kəndi oldu milli birlik meydanı. Bu birlik meydanında sıxılan da çox oldu. Üzdə dözüb gizlicə yıxılan da çox oldu. Bəziləri düşünüb payını götürdülər. Bu evə qibtə edib köksünü ötürdülər. Bu matəmdə sıxıldı var dövlət arayanlar. Vətənini unudub oğlunu qoruyanlar. Ömrü kefə, yeməyə sərf edənlər darıxdı. Naqis, gərəksiz övlad böyüdənlər karıxdı. Onlar baxa bilmədi mübarizin şəklinə.
Qorxdular tuş gələrlər sonsuz qəzəbə, kinə. Qorxdular ki, dil açıb o hay salar, bağırar. Onlara da gəl deyib arxasınca çağırar. Bax, beləcə işini gördü bizim mübariz. Qəhrəman babalara oldu layiqli varis. Əgər istəyir isə pozulmayan iz olaq. Gərək mübariz kimi mətin mübariz olaq. Ey aziz